Salam, əziz YouTube tarix izləyicilərim. Bugün sizə mən qədim Avropa mədəniyyətin beşiği qədim Yunanistan dərsini izah edəcəyəm. Yunanistan əhalisi Avropada Balkan yarımadasının cənubunda yerləşir. Cənubda Aralıq dənizi xəritədən göründüyü kimi, Aralıq dənizi, qərbdə İon dənizi, şərqdə isə Egey dənizi ilə əhatə olunmuşdur. Əhalisi əsasən əkinçiliyi, maldarlığı, balıqçılıqla məşğul olurdu. Təbiətinə görə Yunanistan 3 hissəyə bölünürdü. Şimali Yunanistanla Orta Yunanistanın bir-birindən ayıran Fermopil keçidi var idi. Orta Yunanistan Attika vilayəti yerləşirdi. Orta və Cənubi Yunanistanı bir-birindən dəniz körfəzləri ayırırdı. Cənubi Yunanistan isə Peloponnes adlandırırdılar. Mikena və Lakonika vilayətləri yerləşirdi. Avropada mədəniyyətin beşiği sayılan Krit mədəniyyəti Eradan və 3-cü minilliyin birinci yarısında ilk dövlət qurumu yaratmışdır. Qədim Kritlilərə aiddir. Əkinçilik, maldarlığı, balıqçılıqla məşğul olmuşdular. Gəmiçilik inkişaf etmişdi və böyük limanları var idi. Şərq mədəniyyətin təsirinə məruz qalmışdı. Tuncdan silah, qızıldan bəzək əşyalar hazırlayırdılar. Möhtəşəm saraylar inşa etmişdilər. Onların divarlarını freskalarla bəzəmişdilər. Freska divarda xam malı üzərində çəkilmiş şəkil adlanır. Öz yazılarım olmuşdur. Yunanistan cənubu Misir, Finikiya və Babil ilə ticarət əlaqəsi saxlayırdılar. Eradan və 2-ci minilliyin ortalarında Kritə yaxın adada baş verən vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti məhv olmuşdur. Qədim Şumer və Kritlilər üçün oxşar cəhət budur ki, öz yazıları olmuş, qonşu dövlətlər ticarət əlaqəsi saxlamışlar. Mohenjo-daro, Harappa ilə Krit mədəniyyətinin oxşarlığı odur ki, Eradan və 2-ci minilliklərdə mövcud olmuşdular. Mikena mədəniyyəti Eradan və 2-ci minilliyin ortalarında Krit mədəniyyətinin təsiri nəticəsində Cənubi Yunanistanda, yəni Peloponnesdə, Mikena şəhərində Axeylər tərəfindən yaradılmışdır. Krit mədəniyyətindən çox şey mənimsəmişdilər. Özlərinə məxsus Mikena yazısı mövcud olmuşdur. Hündür təpə üzərində Akropol, yəni yuxarı şəhər ucaltmışdılar. Mikena Akropolunda hökmdar sarayı, adlı sanlı adamların evləri yerləşirdi. Sarayın yaxınlığındakı qayalarda sərdabələr düzəltmişdilər. Sərdəbədə dəfn olunanlar üzərinə qızıl maskalar taxılırdı. Bu qədim Misirdə də mumyalama işindən sonra fironların üzərinə qızıl maska salırdılar. Tutankamonun qəbrini aşkarlanmış qızıl maska əsrangiz quruluşa malik idi. Akropolun ətrafında isə tacirlərin, sənətkarların və əkinçilərin evləri yerləşirdi. Yunanlar da nəhəng saldaşlardan qurulmuş tikililəri, məsələn Mikena Akropolunu güya divarlarını təpəgöz qurğuları ilə tikildiyini deyirdilər. Onlar fikirləşirdilər, yalnız təpəgözlər bu nəhəng daşları tikə bilərdilər. Eradan və 2-ci minilliyin sonlarında, yəni 12-ci yüzillikdə Yunanistanın şimalından gələn Dori tayfalarının hücumu nəticəsində Mikena mədəniyyəti məhv olmuşdu. Sərdabələr tikmələri qədim Misir və Mikena mədəniyyəti üçün oxşar cəhət təşkil edir. Yunan polisləri Eradan və 8-ci yüzillikdən etibarən əkinçiliyin və ticarətin inkişafı nəticəsində şəhərlər şəhər dövlətlərinə çevrildilər. Yunanistanda polis adlanan şəhər dövlətlər meydana gəldi. Hər bir Yunan polisində Akropol, hündür təpənin üzərində şəhər, Akropolun aşağı hissəsində Agora bazar meydanı yerləşirdi. Orta Yunanistanda Afina, Attika vilayətində yerləşirdi. Cənubi Yunanistanda Korinf, Sparta, Lakonika vilayətində idi. Egey dənizinin sahil və adalarında Milet, Efes, Rodos var idi. Afina şəhər dövləti oliqarxiya və aristokratiya idarə üsulu ilə idarə olunurdu. Afinanın əhalisi təsərrüfatı. Yunanistanın şəhər dövlətlərinin ən qüdrətlisi Afina və Sparta idi. Afina şəhər dövləti Orta Yunanistandakı Attika vilayətində yerləşirdi. Şəhər dövlətlərindəki kimi
Afinanın da azad əhalisi iki yerə bölünürdü: demokratlar və aristokratlar. Aristokratlar yaxşıların hakimiyyəti sayılırdı. Onlar adlı sanlı adamlar idi. Nəsli məlum olan zərdəganlar demək idi. Əhalinin əksəriyyətini yuxarı təbəqə təşkil edirdi. Yəni azlıqda olan əhalinin təşkil edən isə aristokratlar idi. Aristokratiya yaxşıların hakimiyyəti adlanırdı. Afina ailəsini özlərinə tabe etmişdir. Demos isə Atikanın aristokratlardan başqa bütün azad əhalisi idi. Onlar əkinçilik, maldarlıqla məşğul olur, üzüm, zeytun becərir, şərab və zeytun yağı əldə edirdilər. Zeytundan yağı əldə edirdilər. Saxlamaq üçün onları amfora qabı düzəldirdilər. Amfora iki qulplu darboğazlı qab deməkdir. Qədim Afina şəhər dövlətlərində aristokratlar Akropolda yaşayırdılar. Siyasi həyatda üstünlüyə malik idilər. Atikanın bütün əhalisini özlərinə tabe etmişdilər. İri torpaq mülkiyyətçiləri idilər. Afinada təsərrüfatın və sənətkarlığın inkişafı ticarətin yaranmasına və genişlənməsinə səbəb olmuşdu. Eradan və 7-ci yüzillikdə Afinada ilk metal pullar, gümüş pul kəsilirdi. Afinada borc daşı və köləlik. Əvvəllər öz təsərrüfatlarını çalışan adlı sanlı adamlar torpaq əllərin sahələri genişləndikcə onu becərmək üçün günəmuzçular tuturdular. Məhsul az olan vaxtlarda kəndlilər adlı sanlı adamlardan faizlə borc alırdılar. Borc verən kəndlinin torpağına borc daşı qoyulurdu. Borc daşında kəndli pulu nə vaxt ödəməli idi, borcu nə qədər ödəməli idi və nə vaxt ödəməli olduğu yazılırdı. Borcunu vaxtında qaytara bilməyən kəndli torpağı əllərindən çıxır və ailəsi qula çevrilirdi. Afina şəhər idarə etmə sistemi. Əvvəllər Afinanı hökmdar idarə edirdi. Eradan və 7-ci əsrdə Afina aristokratlar nəzarətində olan oliqarxiyaya çevrildi. Afina Ağsaqqallar Şurası adlı sanlı adamlardan, aristokratlardan ibarət idi. Eradan və 7-ci əsrdə bütün məsələləri həll edirdi. Qanunlar qəbul edir. Bu qanunlar əsasında məhkəmə qurulurdu. Bu qanunlardan biri də Drakon qanunları adlanırdı. Afina xalq yığıncağı. Sovetləri az idi. Eradan 6-cı əsrin sonlarında ali hakimiyyət orqanı oldu. Onun qanunları müzakirə və qəbul etmək səlahiyyəti verildi. Strateglər seçməyə başladı. 20 yaşına çatmış bütün vətəndaşlar iştirak edə bilirdi. Drakon qanunları eradan və 7-ci yüzillikdə Afinada tərtib edilmişdi. Drakon qanunlarının onu tərtib edənin adı ilə adlanırdı. Aristokratların həyatını və əmlakını qoruyurdu. Ən kiçik səhvə görə təqsirkar ölümə məhkum edilirdi. Ona görə də Demos deyirdi ki, qanunlar mürəkkəblə deyil, qanla yazılmışdır. Eradan və 594-cü ildə Solon islahatı keçirtdi. Eradan əvvəl 7-ci yüzilliyin sonunda Afinada ciddi iqtisadi problemlər meydana gəldi və bu siyasi ziddiyyətləri kəskinləşdirdi. Bunun qarşısını almaq üçün Solon islahat keçirməyə məcbur oldu. Aristokratlar hakimiyyətindən narazı qalan Demosun sadə xalqın mübarizəsi başladı. Bu dövrdə Demosun əsas tələbi Afinanın idarə olunmasında iştirak etmək, kəndlilərə torpaq payı vermək, borclarının ləğv edilməsi idi. Demosun üsyana hazırlaşmasına qorxduğu üçün aristokratlar onlara qarşı güzəşt etməyə məcbur oldu. Eradan əvvəl 594-cü ildə hökmdar seçilən Solon, Demos ilə aristokratları barışdırmaq məqsədilə islahatlar keçirdi. Solon islahatına əsasən kəndlilərin torpağa görə bütün borcları ləğv olundu. Borca görə qul edilən Afinalılar azad olundu. Borc köləliyi ləğv olundu. Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan olundu. Taxıl və zəruri ərzaq məhsullarının ixracı qadağan olundu. Atikanın yerli sakini bütün Afina dövləti vətəndaşı hesab olundu. Vətəndaşlıq hüququ aldı. Əmlakından asılı olmayaraq bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdilər. Vətəndaş dedikdə bunu başa düşmək mümkündür. Qanunla müəyyən olunmuş hüquqlardan istifadə edən və dövlət qarşısında vəzifələr daşıyan adam deməkdir. Solon islahatları nəticəsində Afina vətəndaşlarının hüquq və vəzifələri onların
əmlakına uyğun müəyyən edilməyə başladı. Lakin yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilə bilməzdilər. Bu Solon islahatlarının məhdud cəhəti idi. Solonun islahatından sonra ziddiyyətlər daha da artdı və həll olunmadı. Lakin xalq yığıncağında iştirak əmlakıya görə müəyyən edilmirdi. Burada əmlakına asılı olmayaraq bütün vətəndaşlar iştirak edə bilərdilər. Afinada tiraniyanın devrilməsi. Afinada daxili çəkişmələr tiranlığın yaranmasına səbəb oldu. Aristokratlardan biri zorla hakimiyyəti ələ keçirdiyi üçün onu tiran adlandırırdılar. Yeni varlılar və aristokratlara borcu olan yoxsul kəndlilər tiranı dəstəkləyirdi. Lakin tiranlıq Yunanların qanunun alilik düşüncələrinə uyğun olmadığı üçün eradan əvvəl 6-cı yüzilliyin sonlarında Afinalılar üsyan qaldıraraq tiranlığa son qoydular. Eradan əvvəl 6-cı yüzilliyin sonlarında Afinada keçirilən islahatlara əsasən xalq yığıncağı ali hakimiyyət orqanı oldu. Xalq yığıncağına qanunları müzakirə və qəbul etmə səlahiyyəti verildi. Bu dövrdə Afina xalq yığıncağı ordu və donanmaya başçılıq etmək üçün strategilər seçməyə başladı. Bu islahatlar nəticəsində Afina demokratiyasının əsası qoyuldu. Ardını sonra davam edəcəyik. Gözləmədə, bəkləmədə dayanın.